Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Vəkillər kollegiyasının üzvü Loğman Abdullayev 59 yaşında vəfat edib. Xəbər verilir ki, onun xəstəlik səbəbindən dünyasının dəyişdiyi bildirilir. Qeyd edək ki, Loğman Abdullayev 10 illik vəkillik təcrübəsinə malik olub. Xatırladaq ki, Loğman Abdullayev məşhur sosial verilişlərdə uzun illərdir ekspert kimi çıxış edib. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə səbr diləyirik. Göyçayda kişini ilan sancıb. Xəbər verilir ki, hadisə rayonun Şəkər kəndindən qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə mal oturan zaman 1972-ci il təvəllüdlü Eldar Ağasəfoğlu Əliyevi ilan sancıb. Sakinlərin köməkliyi ilə o xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilir. Eldar Əliyevin hazırda müalicə aldığı bildirilir. Allah şifa versin.